Salam müəllimlər, hər vaxtınız xeyir olsun. MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlərə uğurlar arzu edirəm. Sizə dəstək olmağa çalışıram. Ümid edirəm ki, paylaşdığım sınaqlar biliklərinizi sistemləşdirməyə, əlavələr etməyə, daha da möhkəmləndirməyə kömək eləyir. Sizdən də o dəstəyi gözləyirəm ki, daha çox hansı mövzularda sınaqlar paylaşılmaq istəyirsinizsə şərh yazın. Sizi qane eləyirsə şərh yazın və abunə olmağı unutmayın. Gəlin, vaxt itirmədən sualların izahına keçək. Birinci sual belədir. Zidd olan variantı seç. Görək bizdən nə istəyir və zidd olan fikir hansıdır? Şagird müxtəlif janrlarda kitablar oxuyur, mətnlər analiz edir və onların mənalarını təhlil edir. Bu xüsusiyyətdə olan şagirddə zidd olan variantı müəyyən edin. Deməli, müxtəlif mövzular ətrafında debatlar aparmaq bu şagirdlərin düşüncələrini səlis və aydın şəkildə ifadə etmələrinə imkan yaradır. Onlar ssenariləri əzbərləməyi və müxtəlif rolları ifa etməyi bacarırlar və bu fəaliyyət onların ifadə qabiliyyətlərini daha da artırır. C variantında deyir ki, oxuduqları kitablar haqqında müzakirələr aparmaq, kitab təhlilləri yazmaq sevdiyi fəaliyyətlərdəndir. D variantında isə deyir ki, şagirdlər başqalarının yazılarını redaktə etmək və onların üzərində işləmək bacarığı ilə dilin strukturuna dərindən nüfuz edə bilirlər. Fikir verirsinizsə, bir dənə Y variantına baxaq. Debat zamanı arqumentlər gətirməklə öz mövqeyini müdafiə edir, fikirlərini əsaslandırırlar. Bu da onlarda tənqidi düşünmə bacarıqlarını inkişaf elətdirir. Müəllimlərə gəl fikir verirsinizsə, baxırsınız ki, bu sual nə demək istəyir? Bütün variantları oxuyandan sonra belə bir nəticəyə gəlmək olur ki, istər A variantı olsun, istər B olsun, C və o D variantında baxın, A-da da debat var, Y-də də debat var. A-dakı debat müxtəlif mövzular ətrafında debatlar aparmaq bu müşahirdlərin düşüncələrini. Yəni, A variantı olsun, B variantı olsun, C variantı və D variantında şagird öz fikrindən çıxış eləmir. Bax, mövzular üzərində debatlar aparmaq. Yəni, mövzular seçilir və onlar üzərində debatlar aparılır və onlar başqalarının, belə deyək ki, əsərlər əsasında, mövzular əsasında, fikirlər əsasında fikir söyləyirlər. Amma Y variantında fikir verirsiniz, deyir ki, debat zamanı arqumentlər gətirmə öz mövqeyini, yəni A, B, C, D başqasının mövqeyidir. Amma Y də konkret olaraq şagirdin öz mövqeyidir. Deməli, Y-dən başqa bütün variantlar düzdür, sadəcə Y bu variantlara ziddir. Yenə dediyim kimi, yəni hazır məhsullar üzərindədir, hazır belə deyək ki, fikirlər üzərindədir. A-da, B-də, C-də, D-də. Amma Y-də şagirdin konkret olaraq heç bir şeydən dəstək almadan öz mövqeyini, öz arqumentini ortalığa qoyur. Buna görə də şagirddə məntiqi yox, tənqidi düşüncə formalaşır. Amma A-da müxtəlif mövzular ətrafında artıq müzakirələr aparırlar. Mövzular əllərində hazır vəziyyətdə olur. Amma Y-də artıq birbaşa onlar öz fikirlərini və arqumentlərini ortalığa qoyurlar. Ona görə Y variantı digər variantlarla uyğunluq təşkil edəmir. Uyğun nəzəriyyəni seçək. İkinci sual belədir. Şagirdlər tapşırıqları yerinə yetirən zaman səhvə yol verdikdə müəllim onları danlamır. Əksinə, siz tapşırıqları həll etməyi hələ ki bacarmırsınız və biraz cəhd eləsəniz öhdəsindən gələcəksiniz deyir. Bununla yanaşı şagirdlər öyrənmə maraqlarını nəzərə alaraq hər dərs müxtəlif strategiyalardan istifadə edir. Bu sizin hələ ki bacarmırsınız sözü sizə əminəm ki, hansısa bir nəzəriyyəni xatırladır. Üstəlik də orada səhvlər üzərində risk etmə mədəniyyəti formalaşdırır müəllim. Şagirdlərdə açıq düşüncə tərzi formalaşdırır. Deməli, açıq düşüncə tərzi isə söhbət Dvek nəzəriyyəsindən gedir. Bildik ki, burada Dvek nəzəriyyəsidir. Amma konkret olaraq hansı cavabda? Axı bizdən iki nəzəriyyə soruşur. Düzdür, A-da da təkcə Dvek nəzəriyyəsi. Amma yenə də tam əmin olmaq üçün ikinci nəzəriyyənin də xüsusiyyətlərini axtarırıq situasiyada. Deyir ki, şagirdlərin öyrənmə maraqlarını nəzərə almaqla müxtəlif strategiya, yəni öyrənmə maraqlarını nəzərə almaq, yəni intellektlərinə uyğun davranmaqdır. Bu da təbii ki, Gardner nəzəriyyəsidir. Çünki Gardner müxtəlif intellektlər üzərində fəaliyyəti dəstəkləyən nəzəriyyədir. Üçüncü sual, effektiv olmayan rəyi seçək.
Effektiv rəylərə mütləq ki, toxunmalıyıq. Bizim bu sınaqlarımızın olmazsa olmazı. İmtahanda da bilirsiniz ki, hər dəfə vurğuluram ki, mütləq ki, bir sual, taksonomiya, effektiv rəy mütləq şəkildə olacaq, qaçılmazdır. Gəlin baxaq. Effektiv olmayan rəy hansıdır? Effektiv olmayan rəydə biz nəyə fikir veririk? Müəllim spesifik rəy vermir, müəllim həssaslığa yanaşmır, istiqamət göstərmir. Görək bunun hansı düzdür? A-ya baxırıq, afərin, məsələni yeni düsturla həll etmək yaxşıdır. Bu fəaliyyətin yaradıcı düşüncənin inkişafına kömək eləyəcək. Görürsünüz, pozitivdən başladı, konkret olaraq vurğuladı və inkişafını dəstəklədi. A düzdür. B-də deyir ki, əhsən, səyyahların getdikləri əraziləri tanıyırsan, amma onları xəritədə düzgün göstərə bilmirsən. Görürsünüz, düzdür, pozitivdən başlayır, amma göstərə bilmirsən. Konkret olaraq sərt şəkildə negativ fikirdir və onun bu şagirdin bacarığının inkişafı üçün dəstək yoxdur. Deməli, effektiv olmayan budur. Amma yenə də digər variantlarda baxırıq. Keçən dəfəkindən fərqli olaraq mənasını müəyyənləşdirdiyin coğrafi terminlər izahını lüğətdə vermiş, izahla müqayisə edirsən. Nəticədə fikrini daha aydın ifadə edirsən. Deməli, şagirdin inkişafının xüsusiyyətlərini vurğuladı və daha da inkişaf etdiyini şagirdin nəzərinə çatdırdı. Effektiv rəydimi? Bəli. Müzakirələrdə fikrini arqumentlərlə əsaslandırırsan, konkret olaraq vurğulayır görürsünüz. Bəzən danışan fikrini tamamlanmamış sual verirsən, buna diqqət elə. Səhvini də dedi və səhvini aradan qaldırmanın yolunu da dedi. D variantı da effektiv rəydir. Tapşırığı yerinə yetirmək üçün təhlil aparmağın yaxşıdır. Çalış ki, əldə etdiyin informasiyanı həyatla əlaqələndirəsən. Bu da düzdür. İstiqamətini də verdi, pozitivi də vurğuladı. Deməli, effektiv olmayan B variantı idi. Müəllim şagirdlərə verilmiş coğrafi əsər diqqətlə oxumalarını və əsərdə əsas ideyanın nə olduğunu müəyyən etməyə tapşırır. Əsəri oxu və əsas ideyanı oradan seç. Yəni, təhlil ilə götür. Nə olacaq? C variantı təhlil etmə olacaq. Belə. 5-ci sual. Doğru olanı seç. Aha. Yəni, neçə fikir doğrudur, o mənadadır. Verilən fikirlərdən neçəsi doğrudur? 1. Şagird sinifdə mövzuya aid bütün tapşırıqları həll etdiyi üçün müəllim ona tapşırıq vermədi. Arzu olunan hərəkətdimi? Bəli. Nəyi axtaracaq? Gücləndiricini. Negativdir yoxsa pozitiv gücləndiricini, yəni müsbətdir yoxsa mənfi gücləndiricini. Bunun üçün görürük ki, burada çıxılma baş verib. Bu çıxılma şagirdin xoşuna gələcək əlbəttə ki, amma yenə də çıxılmadır. Deməli, burada müsbət gücləndirici yox, negativ gücləndirici olacaq. Bir düzgün deyil. Şagird son zamanlar dərsi gecikdiyi üçün müəllim onu danladı. Danlayırsa, həmişə müəllimlərə belə deyirəm ki, belə yadımıza saxlayın ki, yükün üstünə yük əlavə olunur. Negativ cəzalandırmadımı? Bəli, burada cəzalandırmada, amma negativ deyil. Müsbət cəzalandırma, çünki əlavə olunma var. 2 də düz deyil. Şagird məktəb əmlakına zərər verdiyi üçün müəllim valideynə zəng etdi. Müsbət cəzalandırmadımı? Bəli, yükün üstünə yük əlavə elədi. Valideyn də bir də onu danlayacaq. Təbii ki, bu əlavə olunmadır və 3 düzdür. 3-ü saxlayırıq yadımızda. Yəni, bir dənə artıq burada düz fikir var. 4-ə baxırıq. Şagird ev tapşırıqlarını yerinə yetirmədiyi üçün müəllim onu tənəffüsə çıxmağa icazə vermədi. Müəllim onun sevdiyi bir şeyi əlindən aldı. Çünki bilirsiniz ki, uşaqlar tənəffüsə çıxmaq üçün ürəyi gedir. Və şagirdin belə deyək, tapşırıq yerinə yetirməməsi arzu olunmayan bir davranışdır. Arzu olunmayan bir davranış varsa mütləq orada cəzalandırma var. Amma burada artıq çıxılma var. Şagirdi xoşladığı bir şey əlindən alırıq. Negativ cəzalandırmadımı? Bəli. Deməli, 3-4 fikir düzdür. Deməli, bizim hələ ki, burada 2 dənə düzgün cavabımız var. 5-ə baxırıq. Tənəffüs zamanı sinifdə futbol oynayan şagirdin sinifi yığışdırmaq tapşırılır. Deməli, sinifi yığışdırmaq üçün şagirdin yükün üstünə yük əlavə edirik. Çünki tənəffüsə çıxmağı əlindən almamışıq. Sadəcə olaraq şagird tənəffüsə çıxıb bunu düzgün dəyərləndirməyib. Sinifi pis vəziyyətə qoyub, ona görə gəlir sinifi yığışdırmalıdır. Yəni, artıq ona əlavə bir cəza veririk. Olacaq, bu da səhvdir, çünki bu müsbət cəzalandırma olacaq. Deməli, neçə dənə düzümüz oldu? 3-cü və 4-cü fikirlər düzdür və səlam. Deməli, burada 2 dənə fikrimiz düzdür. 6-cı suala baxırıq. Şagirdlər daimi qruplardan istifadə edirlər. Müəllim bu zaman hansı addım atmalı? Daimi qruplar bilirsiniz ki, dəyişməz qruplar inkişafı aparmır. Qrupların tərkibi sabit olmamalıdır, dəyişkən olmalıdır və bu da inkişaf aparmayan bir yoldur. Müəllim bunun belə deyək də tərkibini dəyişməlidir. Deməli, müəllim burada hansı addım atmalıdır? A. Bu situasiya müəllimə şagirdlər diferensial yanaşmağa şərait yaratdığı üçün əlverişlidir. Xeyr, diferensiallaşma olmur, çünki sabit olan bir şey diferensiallaşdırmır.
Diferensiallaşma nədir? Different, müxtəliflik. Yəni o dəyişməlidir, dəyişkən olmalıdır ki, müxtəliflik təmin olunsun. A variantı düzgün deyil. Müəllim qruplarla deyil, fərdi şəkildə işləməyə təklif etməlidir. Təbii ki, bu hər dəfə belə olmaz. Müəllim ümumiyyətlə dərs prosesində təlim nəticəsinə uyğun olaraq müxtəlif qrup, belə deyim, müxtəlif iş formalarından istifadə edə bilər. Yəni həmişə fərdi iş, həmişə qrupla iş olmaz. A variantı düz deyil. Müəllim yoldaş qiymətləndirməsini istifadə etməlidir. Nə əlaqəsi var? Yəni burada qrupun tərkibi dəyişmirsə, bunun yoldaş qiymətləndirməsi əlaqəsi yoxdur. C variantı da qoyuruq kənara. Müəllim şagirdlərə fərqli qrupların onlarda formalaşdıracağı bacarıqları qeyd edib onları fərqli qruplar formalaşdırmağı bacarmalıdır, tapşırmalıdır. Düzdür, bəli. Bu D variantıdır. Y-yə baxırıq. Müəllim şagirdlərin seçimlərinə hörmət etməli və təlim nəticəsinin uğurlu həyata keçirilməsinə öz diqqətini yönətməlidir. Təlim nəticəsinin uğurlu olması üçün düzgün strategiyalar seçmək də lazımdır. Düzgün strategiya deyirsə, burada düzgün iş olmasa, düzgün iş üsulu və düzgün planlaşdırma lazımdır. Ona görə də bu Y variantı belə deyək də düz deyil ki, yəni təlim nəticəsi nəzərə alınmalıdır, amma sonunda axı onu dəstəkləyən bir fəaliyyət yoxdur. Ona görə Y variantı düzgün deyil. Əgər bizim nəticəmizin uğurlu olması üçün mütləq orada diferensiallaşma və fərqli tərkibli qruplar lazımdır. Ona görə düzgün variant D variantıdır. 7-ci suala baxırıq. Müəllim Azərbaycan dili fənnindən 2-ci məzmun xəttinə dair standartı reallaşdırarkən hansı metoda üstünlük verməlidir? Belə deyək. İndi baxaq görək, müzakirə texnikasına əsaslanan iş üsuluna, təlim strategiyalarına uyğun iş üsuluna, şagirdin təxəyyülünü işə salan iş üsuluna. Müəllim məzmun xəttinə dair standart varsa, müəllim bu standartı təyin edibsə, həmin standartı həyata keçirmək üçün düzgün strategiya lazımdır. Düzgün strategiyanı da seçmək üçün təlim nəticəsinə uyğun biz iş üsuluna müraciət eləməliyik də. Çünki bizim orada işimiz nəticəni reallaşdırmaqdır. Biz də demişdik ki, nəticəni reallaşdırarkən həmin nəticəyə uyğun qiymətləndirmə və həmin nəticəyə uyğun təlim üsulu seçməliyik və planlaşdırmamızı düzgün şəkildə aparmalıyıq. Burada yəni konkret olaraq cavab görsənir ki, təlim üsuluna uyğun iş üsuluna müraciət eləməlidir müəllim. Nəticə bizə nə istəyirsə, onu reallaşdırmalıyıq. Yoxsa şagirdin marağıdırmı, təxəyyülüdürmü? Onsuz da biz düzgün təlim nəticəsi reallaşdırarkən işimizi düzgün quruqsa, orada şagirdin təxəyyülü də inkişaf eləyir. Çünki nəticəyə nail olacaq sonda və şagirdin maraqlarına cavab verən bir dərs olacaq. 8-ci sual. Şagirdin müəllimə qarşı olan mənfi münasibəti məktəbdə çox diqqət çəkir. Bu zaman müəllim nə etməlidir? Yəqin ki, bu hallara rastlaşmışıq. Belə deyək də, əgər çox bir sayda şagird tərəfindən biz negativ bir münasibətə uğramışıqsa, təbii ki, burada problem var artıq. Çünki şagirdin, məsələn, hər hansı bir səbəbdən bir və ya ikisi müəllimin xoşu gəlməyə bilər. Ola bilsin, müəllim tərəfkardır, ola bilsin, şagird tənbəldir və yaxud da hər hansı bir məsələdən dolayı ola bilsin, müəllim konfidensiallığı gözləməyib, şagirdə aid olan bir məlumatı, belə deyək də, ətraf aləmə çatdıra bilər. Konfidensiallığı bilirsiniz ki, mütləq ki, lazımdır. Yəni, burada bir şagirdin müəllimə münasibəti mənfidir və bunu bütün məktəb bilirsə, bu zaman müəllim nə etməlidir? Müəllim dərhal bunun səbəbini şagirddən soruşmalıdır. Belə deyək də, işini peşəkar quran müəllim belə bir xırda problemlərlə, niyə xırda deyirəm? Çünki yəni, az sayda, yəni bir uşağın nifrətidir. Bunun da gərək birinci növbədə belə deyək ki, səbəbi olmalıdır, düzdür. Amma müəllim dursun, məsələn, dərsi yarımçıq saxlasın, bütün fəaliyyətini atsın kənara, düşsün uşaq, arxasıca ki, ay uşaq, mənə niyə nifrət edirsən? Səbəbi nədən ibarətdir? Təbii ki, bu müəllim üçün uğurlu addım olmaz. Müəllimdir, o işini quran, təlim nəticəsini reallaşdıran, işini peşəkar quran müəllim buna dərsdə əsas səbəb gətirməməlidir və bunun üçün həmin uşaqla belə deyək də, şəxsi qərəzli yaparsın, dərsin müəyyən hissəsini ona sərf eləsin, düzgün deyil. İşini düzgün quran müəllim buna fikir vermədən dərsini keçməlidir, təlim nəticəsinə çatmalıdır. Bəli, görürsünüz, B variantı deyir ki, müəllim dərsini keçməyə davam etməlidir, bələdçi funksiyasını yerinə yetirməlidir. Müəllimin işi budur çünki. Müəllimin işi nədir? Təlim nəticəsini reallaşdırmaq, bilik və bacarıq mənimsətmək, şagirdin vəzifəsi onu mənimsəməkdir. Bu sonrakı məsələlərdir ki, əgər bu ciddi bir hala çevrilərsə, digər şagirdlərin də, yəni belə deyək də, say etibarla daha çox şagird müəllimə belə deyək, nifrət edirsə, təbii ki, burada problem var artıq və bunu araşdırmaq lazımdır. Amma bir şagird üstündə belə deyək, bir şagirdə görə dərsi yarımçıq saxlamaq, müəllimin onunla münasibətin dəyişməsi düzgün olmaz. Ona görə də ən düzgün variant müəllim öz işini davam elətdirməlidir. B variantıdır.
9-cu suala baxırıq. Sinif qaydalarını müəllimin tək başına yazmasına qarşı çıxıb bunu birlikdə yazmağı təklif edən şagird haqqında deyilənlərdən düzgün olanı seçin. Ümumiyyətlə biz bilirik ki, müəllimlər, biz bunu dəfələrlə demişik ki, qaydaları qoyarkən bir sıra xüsusiyyətlər var. Qaydalar həddindən artıq olmamalıdır, sayı 3-5 arasında olmalıdır. Qaydanı qoyarkən şagirdlərlə bir yerdə tərtib olunmağı daha yaxşıdır. Çünki burada şagirdlərə seçim imkanı verilir. Şagird özünə inam formalaşır və daha çox bu qaydalara əməl eləyəcək. Biri var müəllimi tərəfindən sərt qoyulan qaydalar, müəllim avtoritar rejim orada sərgiləyir artıq. Bir də var ki, demokratik üslubda şagird müəllim əməkdaşlığı sayəsində qoyulan qaydalar. Hansına daha çox şagird əməl eləyər? Təbii ki, müəllimlə şagirdin əməkdaşlığına əsaslanan qaydaları. Ona görə də şagird də deyir ki, ay müəllim, bu qaydaları qoyursunuzsa, yəni bunu bir yerdə tərtib eləyək. Və qaydaları qoyarkən qaydalar ümumi olmamalıdır, xüsusi vurğulanmalıdır, mənası şagirdlərə açıqlanmalıdır. Qaydalara birinci növbədə müəllimin özü əməl etməlidir, rol model olmalıdır. Sonra qaydalar tədris ilinin əvvəlindən şagirdlərə bildirilməlidir. Amma mən deyim ki, birbaşa qaydaya keçmək düzgün deyil, gözlənti qoymaq lazımdır. Sonra gözləntiləri prosedurlara və prosedurlara əməl olunmazsa qaydalara çevirmək olar. Və qaydalara əməl etməyənlərin mümkün nəticələri şagirdlərə bildirilməlidir. Bu belə. Yəni, burada əslində şagird pis bir şey demir. Deyir, ay müəllim, qaydaları qoyarkən bir yerdə qoysa daha yaxşı olar. Yəni, buna qarşı çıxır. Bu zaman şagird haqqında nə demək olar? Şagird haqqında o demək olar ki, şagird deməli, qaydaları onlarla razılaşmalı olduqlarını düşünür. Yəni, bu əslində haqlı bir səbəb var. Bir də bu, yəqin ki, sizə bir məsələni xatırladır. Hansı məsələdir o? Şagird deməli Kolberg nəzəriyyəsində hansı səviyyədədir? Postkonversional səviyyədədir. Hansı mərhələsindədir? Sosial razılıq və yaxud da biz ona sosial müqavilə də deyirik. Yəni qoyulan qaydaların cəmiyyətlə razılaşması və ədalətli olması axtarışında. Deməli şagird postkonversional səviyyədədir və bu da çox təqdirə layiq bir xüsusiyyətdir. Çünki artıq ən üstün səviyyələrə qədər gedib çata bilib. Ona görə düzgün variant burada D variantıdır. Verilənlərdən neçəsi doğrudur? Gəlin baxaq neçəsi doğrudur. Deməli, bu məzmun standartı məzmun xəttlərinə aid olan bir sualdır. Summativ qiymətləndirmə aparılmasının təmin edilir məzmun standartı. Bəli, mən sizə dəfələrlə demişəm ki, məzmun standartı, alt standart, əsas standart fərq eləmir. Üçü də summativ qiymətləndirmənin aparılmasını təmin edir. Burada bir fikir artıq doğrudur. İndi digər fikirlərə baxaq. Təlim strategiyalarının seçilməsində mühüm rol oynayır əsas standart. Düzdürmü? Xeyr. Burada bir haşiyə çıxım. Nəyə xatırlayırıq? Alt standartın funksiyalarını. Necə demişdim, yadınıza saxlayın, kodlaşdırma ilə 3D 1I. Yəni, təlimin davamlılığı D, təlimin düzgünlüyü D, təlimin dəqiqliyi D. 3D, D, 1I, təlimin interaktivliyi. Yəni, interaktivliyi nə deməkdir? Əlaqələndirmək. Deməli, təlimin düzgünlüyü deyirsə, təlimin dəqiqliyi deyirsə, təlimin davamlılığı deyirsə, bunun hamısının funksiyası, yəni bunun idarə olunması alt standarta aiddir. Ona görə biz ikini seçə bilmirik. Çünki təlim strategiyaları alt standartın işidir, əsas standartın işi deyil. Çünki biz hər gün bir alt standart reallaşdırırıq. Həmin alt standartdan çıxan təlim nəticəsini reallaşdırmaq üçün biz düzgün strategiya seçirik. Düzgün strategiya nədir? İş üsulu düz olmalıdır, iş forması düz olmalıdır. Necə düz olmalıdır? Yəni, nəticəyə xidmət eləməlidir. Planlaşdırmamız düz olmalıdır. Yəni, nə fəaliyyət görürüksə görək, bu təlim nəticəsini reallaşdırmağa xidmət eləyəcək. Əsas standartı yox, alt standartı. Çünki biz hər gün alt standart reallaşdırırıq, əsas standart reallaşdırmırıq. Ona görə iki fikri düzgün deyil. Fənlər üzrə bütün siniflər üçün eyni olur alt standartdır. Xeyr, bu belə bir fikir düzgün deyil. Çünki fənlər üzrə standartlar bütün siniflər üçün eyni olmur. 2-ci siniflə 3-cü sinifin alt standartı eyni olmur. Bu düzgün fikir deyil. 4. Hər il bir sinif irəlilədikcə məzmun daha da inkişaf edir. İndi baxın, mən sizə bir şey açıqlayayım. Təlimin dəqiqliyi deyirəm, ümumi dedim, amma açıqlamadım. Təlimin dəqiqliyi nədir? Yəni, dəqiq alt standart təyin eləmək. Təlimin düzgünlüyü nədir? Yəni, işimi dəqiq... Baxın, sinifə girdim, mən dəqiq bilirəm ki, bugün hansı alt standartı reallaşdıracağam və ondan təlim nəticəsi çıxarıram. Həmin nəticəndə şagirdlərə elan edirəm. Düzdürmü? Burada şagird də bilir, müəllim də bilir ki, sonda hansı nəticəyə çatacaq. Yəni 1:45 dəqiqə ərzində
Şagird bilir ki, 45 dəqiqənin sonunda bu gün nəyə nail olacaq? Bunu təbii ki, əvvəldən şagirdə deyirəm. Deməli, işimi necə tutdum dəqiq? Bu nəyin funksiyası oldu? 6 standartı. Sonra həmin nəticəyə uyğun strategiya seçirəm. Deməli, bu nə oldu? Təlimdə düzgünlüyün təmin olunması. Yenə də strategiya seçməyə nə aid oldu? Təbii ki, 6 standart aid oldu. Deməli, 2 də, 4 də 6 standartın funksiyasıdır əslində. Amma qarşısına yazıb əsas standart. Niyə 4-6 standartın funksiyasıdır? Çünki biz dedik ki, təlimin davamlılığını təmin edir, davamlı inkişafını təmin edir. Yəni, davamlı inkişaf nə deməkdir? Sinifdən sinifə keçdikcə məzmun davamlı olaraq inkişaf edir. Bu da nəyin funksiyasıdır? 6 standartın. Deməli, biz gördük ki, 2 6 standartın funksiyasıdır, 3 ümumiyyətlə düzgün fikir deyil, 4 də yenə də 6 standartın funksiyasıdır, amma qarşısına əsas standart yazıb. Deməli, 2, 3, 4 düzgün deyil. 5-ə baxın, interaktivliyi təmin edir ümumi təlim nəticəsi. Axı, mən bayaq da dedim ki, 3D, 1I, interaktivlik də 6 standarta aiddir. Amma görürsünüz, yanı qabağında ümumi təlim nəticələri. Deməli, biz testlərdə nəyə fikir veririk? Dərsdə interaktivliyi, dərsdə düzgün planlaşdırmanı, dərsdə düzgün iş üsulunu, iş formasını, dəqiq təlim nəticəsini, qiymətləndirməni, bunun hamısını, yəni dərs prosesində olunan bütün işlər nəyə aiddir? 6 standarta aiddir. Amma görürsünüz, 2-də, 4-də, 5-də 6 standartın funksiyası olduğu halda qarşısına müxtəlif sözlər yazılıb. Birinə yazılıb əsas standart, birinə yazılıb ümumi təlim nəticələri. Deməli, burada cəmi cümlə tanı bir dənə düzümüz var, o da birinci cümlədir. 2 də səhvdir, 3 də səhvdir, 4 də səhvdir, 5 də səhvdir. Deməli, burada bir dənə düz A variantıdır, vəssalam. Ümidvaram sınaq xoşunuza gəldi və biliyinizi yenə də deyirəm, sistemləşdirməyə köməkli elədim. Belə sınaqların tez-tez paylaşılmasını hər həftə sizə dəstək olmağımı istəyirsinizsə, abunə sayını artırın, mən də həvəslənim, daha çətin sınaqlarla qarşınıza gəlim. Təşəkkür edirəm ki, dinlədiniz.